Hər bir şey nəbizdir, ürəkdir, dayanıb. Gün yarım morgda qalmışam. 4 gün, 6 gün arası belə komada qalmışam. 42 gün ərzində mən ata, ana, valideyn heç kimi tanımamışam. Başım dəydi texnikaya, mən Səngərən texnikanın arasında qaldım. Bu xüsusi bölmələrin hər atdığı addım sirdir. Mənim xidmət etdiyim hərbi sistemi həqiqətən mənim valideynim də bilmir ki, mən necə bir yerdə xidmət edirəm. Bütün əsl hərbiçilərin, əsl döyüşçülərin bir dənə amalı var. Ən uca zirvəyə, əl çatmaz zirvəyə şəhid olmaq. Mən Yusuf Xankişi İlhamoğlu, Bərdə şəhərində yaşayıram. Bəli, elə uşaqlıqdan da Bərdə şəhərində yaşayıb boya başa çatmışam. 2012-ci ildə hərbi xidmətə çağırılmışam. Daxili qoşunların en salih hərbi hissəsində xüsusi təyinatlı dəstədə xidmət etmişəm. Xidmətimi başa vurduqdan sonra yenidən hərbidə qalmaq nəzərə almışam. Hərbidə qalanda xüsusi bölmələrdə elə istəmişəm, lap əvvəllərdən. Xüsusi bölmələrdə xidmət edim. Ona görə də xidmətdə də çalışıb xüsusi bölmələrə düşmüşəm. Bunun da üçün elə zamanında idmanla məşğul olmuşam. Yəni əlbəyaxa döyüş və güləş növlərindən. Əlbəyaxa döyüşdən mən Vahid Məmmədov ustadım yetişdirib. Güləşdən də Azər müəllimim var. Ondan sonra da onların yetişdirilmə nəticəsində də o əsgərlikdə xüsusi təyinatlı, ondan sonra da xüsusi bölmələrdə xidmətimi davam etdirmişəm vətən üçün. Müddətdən artıq xidmət eləmişəm. Sonra xidmətimə görə sağ olsunlar, komandirlərimin necə səyi nəticəsində istəyiblər məni gizli rütbəsinə qaldırdılar. Sonra gizli kimi xidmətimi davam etdirmişəm. Silahlı qüvvələrin en salih hərbi hissəsində olmuşam və bir neçə hərbi hissədə xidmət eləmişəm. Sadəcə xüsusi bölmələri olubdur. Belə. Sən aprel döyüşlərində də iştirak eləmişsən? Bəli, aprel döyüşlərində iştirak eləmişəm. 2014-cü ilin yanvar ayının birində əsgərlik xidmətimi bitirdikdən sonra sənədlərimi toplayıb vermişdim. Biz də 1-ci ordu korpusuna. Ondan sonra da orada xüsusi bir bölmədə xidmətə başladım. İndi üzr istəyirəm, hərbi istirahçı danışmaq çox olmur. Xüsusi bölmədə xidmətə başladım. Sonradan elə oldu ki, 2 il xidmətdən sonra aprel döyüşləri, 2 il yarım xidmətdən sonra aprel döyüşləri oldu. Elə xidmət elədiyim bölməyinə də aprel döyüşlərinə qatıldıq. Üzr istəyirəm, bəzi səbəblərə görə hərbi sirri demək olmur, hərbi sirri açıqlamaq olmur. İndi özünüz başa düşərsiniz də yəqin bizi. İndi ondan çox danışa bilmirəm hərbi sirrə görə.